Salam Şəmislan. 11 il Çempionlar Liqasında kuboksuz qalmaq necə hissdir? Məncə əla. Bomba izləyicə öyrəşdirir yavaş-yavaş. Deyir gördün qaçılmazdı zövq al. Bizdə də ona dönübdü. 11 ildir ki, yəni gələn də, gedən də salam belə verir, gedir. Elə bir oyun kimi. 2015-ci il, 2026. Axırıncı dəfə Messi kuboku götürüb gətirmişdi. Ondan sonra işte nə götürəni var, nə gətirəni. Zarafatsız bu illərin vəbşi biabırsızlıqdır. Bu ümumiyyətlə sənin üçün də, mənim üçün də, yəni dilxorçuluq da təmiz qarımız qara. İkimizinki də, sizinki yenə yaxşıdır, getdi Bavariya uduzdu. Bizimkinə var bir dənə. Hər hansı Atletico Madridi. Nəzərə alsaq ki, sən həmişə Atletico Madridi belə pis təqdim edirdin izləyicilərə. Səhv eləmişəm, elə bundan da pis əslində. Oyun üçün deyənə zeydim, meydançanın otundan oynamaq nədir? Nə bilim, əslində həqiqətən, yəni Barsanı uduzmağın gözləmirdim. Mən ikinci oyun ümumiyyətlə deyirdim ki, Barcelona çevirəcəkdi onu və oyun da elə başlamışdı. Bomba kimi 20 dəqiqə 2 dənə Atletico dedi, elə bildi ki, Sio'da düşdü mandıraja, təkər-məkər Sio, Barcelona 4 dənə, 5 dənə belində. Gəldi bir dənə elə gol buraxdıq ki, ondan sonra nə gol vura bildik. Düzdür, hakim səhvləri oldu, aşağı-yuxarı indi penalti epizodu, sonra bir 34 dənə qayda pozuntusuna kart verməməyə zat. Amma yəni hər şeyi tək hakim üstünə atmaq olmur da. Yəni Barcelona özü də. Yəni sən 20 dəqiqə 2 top vurmusansa, 70 dəqiqə bir dənə top vur da. Yəni bir zəhmət. Bu anda Qaqa Chelsea oyunu. Paris Saint-Germain. Qaqa Chelsea, Qaqa Paris Saint-Germain. Qaqa hər il bir oyun çıxır da usta. Inter oyunu. Yəni amma yəni dediyim kimi, yəni çıxıb bir sol tərəfdə Bavariyada udursam yanmaram. Atletico'ya da uduzar. Bu nə də? Biabırçılıqdır. Atletico kimi klub da demir. Futbolla əlaqəsi olmayan bir adama cəb uduzmuşuq. İndi də 2 dənə futbolla əlaqəsi olmayan komanda Arsenal, Atletico, 2 dənə. Biri avtobuslu, bir də küncdən zərbə. Çıxacaqlar ki, salam əleykum, yarım final. Elə bir Euroliqa finalıdır. Mən burada bir tərəf qalıram. Atletico Madrid azarkeşləri bu sözlər. Yox, mən azarkeşlərə bir söz demirəm. Hərənin öz şəxsi klubu var. Mənim problemim klublandır. Yəni bir də oyun stilindəndir. Klubdan çox oyun stilindən. Yəni belə deyək də, Atletico Arsenal yarımfinalı Çempionlar Liqasının yarımfinal səviyyəsində deyil. Amma nəzərə alaq ki, bu cavab oyununda Atletico Madrid yəni heç də avtobus oynamadı. Mən hətta gözlədim ki, 2-0-dan sonra dedim, yəni bu Atletico Madrid getdi. Amma adamlar bir dənə vurdu. Yəni yaxşı da oynadı. Avtobus demək olmaz. Bəlkə illərə baxanda. Yəni çünki adamların heyəti var. Yəni bununla avtobus oynasa, daim belə bir şey yoxdur. Çünki adamın bilirdi ki, hücumu var, Lukmanı var, hamısı var. Ona görə avtobusdan çıxdı, rahat oyununu oynadı, golunu vurdu və gol vurandan sonra da Atletico'ya gol vurmaq çətindir. Yəni Atletico'ya da halal olsun o cəhətdən ki, 70 dəqiqə Barsa'ya qarşı, yəni o hücuma qarşı dayanmaq hər oğlun baş üçün deyil də, yəni belə deyək. O cəhətdən, yəni nə dediyim kimi, Atletico azarkeşlə bir problem var. Öz klubları da azarkeş deyirlər, hərənin öz klubu özünə. Amma sadəcə oyun stilindən problem var. Plus da ki, mən dediyim kimi, Atletico Arsenal yarımfinalını Çempionlar Liqası yarımfinalına yaraşdırmıram. Yəni bu Avroliqanın finalıdır. Mənim Arsenallı bir dostum var, Arsenal azarkeş olan dostum. O belə yəni oyunlardan sonra dedi ki, ümumiyyətlə belə bir yarımfinal yəni çox heyfsləndim ki, məsələn Real Madrid oyununu müzakirə edirdi. İndi o birazdan danışarıq. Yəni Arsenalın yarımfinala gəlib Real Madridin və ya da Barcelona'nın gəlməməsi hər şey hesablar belə göstərir. Güclü olan qazandı. Nə qədər desək hakim faktoru falan. Mən ümumiyyətlə buna inanmaq istəmirəm. Necə? Yəni bu iki komanda elə bir komandadır ki, sən elə bir oyun oynamalısan ki, orada hakim faktoru deməyəsən. Yəni durub danışanda ki, məsələn, oyundan sonra nə bilim Kamavinga'ya hakim niyə sarını verdi, nədir? Yəni sən bu komanda deyilsən də. Təbii ki. Və ya da Barcelona tutalım ki, niyə görə qırmızı verdi? Hər iki oyunda qırmızı aldı. İndi o faktor da var, amma reallıq odur ki, sən nə qədər səhv edəcəksən. Yəni keçən il Inter oyunu təcrübəsizlik. Bu il Atletico nə qədər olacaq da, yəni bu. İndi başa düşdük hakim səhv elədi. Bu onsuz da birinci dəfə olmayıb hakim səhvi və bu sonuncu dəfə də olmayacaq. Təbii ki. Nə qədər ki futbol var, insan amili var, burada səhv olacaq. Sən sadəcə olaraq həmişə gəl, qırılma nöqtəsində bir dənə qırmızı al. Bu istər Atletico Madriddən ilk oyunda olsun, ikinci oyunda olsun. İkinci oyunda ümumiyyətlə, yəni sən niyə onu gedib müdaxilə edirsən? Onsuz da Şörlət orada heç belə deyim, ikinci bir müdafiəçini keçsə belə mən inanmırdım ki, o gol vuracaq. Yəni çünki orada yıxılmağa meylli idi. Ayaq üstə tam duranmırdı artıq. O, yəni dediyim kimi
Mən də boğazım qıcıqlandı. Mən Çox də görə. birdən-birə çox danışdıq deyəsən. 2 saat. Belə dediyim kimi məncə də sən sözünə haqq verirəm. Yəni Barsa və Real o klublar deyil ki, hakimdən etiraz etsinlər. Düzdür ki, yəni ciddi bir yenə Barsanı hardasa başa düşmək olar ki, həm penal vermədi, birinci oyun qapıçı başlayır sonra əlinə də. Bu yenə hardasa da, yəni amma məsələn Realın etiraz etməyə vəbşə gülüncdür. Çünki sarı vərəqə haqqına idi. Düzdür, həmin yerdə dediyim kimi Çempionlar Liqasının yarım finalıdır və finala bərabər oyundur. Amma burada yenə də sən hakimi qınaya bilməzsən. Təbii ki. Yəni mən verirəm. Mən kart mənim. Kart mənim cibimdədir. Onun hakim mənəm. İstədiyimə paylayıram da belə deyək. Yəni o da ki, eyni strategiyanı seçdi. Yəni Real əslində oyunu uda bilərdi. Yəni öz səhvindən qollar buraxdı. Müdafiə çox bərbad. Barsa necə, Real da elə. Yəni hər Kane'in vurduğu qol heç nədən oldu. Yəni elə birinci qolu ümumiyyətlə demirəm. Yəni qapıçısan sən və indi demək istəmirəm, yəni Courtois olsaydı bu bəhanə kimi sayılır, amma Lunin-sən də indi ən azından Real Madridin zamin ehtiyat qapıçısın. O üçüncüdən zərbədə harda durmusan? O nə yatmısan sən? Qapı içində idi. Xəttin üstündə, qapı xəttinin üstündə bunlar gəlib başına qol vurursan və sən haranı tutursan heç özün də bilmirsən. Qapıçı topdan qabaq girmişdi qapıya. İkinci qolda hər ikinin qabağına düşür. Heç kim Arnold yatmışdı. Baxdı, o Kane ötürmə gələndə dedim bu qoldur. Müdafiəyə yatıb orada. Qapıçı sən görürsən ki, bu sağa vuracaq. Bunun da solu doludur. Qapıçı da uzanır sola. Yəni bu oyunun niyə uduzasan da? Yəni niyə belə bir şərait yaradırsan ki? Çox yaxşı başlamışdınız. Neuer də sizə çox bomba hədiyyə vermişdi. Yəni bir yerdə baxırdıq, heç biz oyuna başımızı qaldırmamışdıq. Bir də gördük. Mən ümumiyyətlə heç bilməylə bildim ki, birinci Bavariya qol vurur. Gördüm yox, cəmaət sevinir. Başdan gördük ki, Arda Güler qol vurub, Neuerin böyük hədiyyəsi verdi. Sonra Arda valla ilk dəfədir ki, Heyvardanın əziyyətinə deyir. Mən əsasən Ardanı həmişə tənqid eləmişəm. Heç sevmirəm o oyunçunu, daha doğrusu sevmirdim. Amma bu oyunda göstərdi ki, həqiqətən yəni yox. Potensial var. Var. Potensial var. Özlərində davamlı inkişaf eləməlidir. Ancaq necə ki sizdə Yamal tək qaldı, burada da bu keçən oyun zarafatsız çoxdur. Vinicius sağa sola xərzədi. Mbappe ilə Vinicius vəbşi bir-birinə pas vermirdi. Elə bil ki, düşməni idlər, salmışlar eyni klubu. Bəs iki qoçun başı bir qazanda qaynamır. Bu yay yəqin ki cənab Florentino Perez bizi eşidər. Yəni xahiş edirik. Bu iki nəfərdən birini yollayıcısı getsin, nə bilim, Uruguayda zadlarım. Hardasa nəsə oyununu oynasın. Bu adamın biri qalsın. Biz də bilək ki, bunlar oynayır. Mbappe gəlir, pas verirlər Mbappeyə. Vinicius solda boşdur. Heç kim yox. İki dənə müdafiəçi bunun yanındadır. Bu adam Viniciusə pası vermir. Başını salıb gedib girir badımcanlığa. Yəni orada da heç nə yoxdur. Vinicius gəlir, Mbappe boşdur, pas verir, yox. Yəni olmur da belə. Sən bu yerə gəlib çatmısan. İndi Kamavinganın birazdan danışacağıq. Yəni o sağ olsun. Nəysə, yəni, amma bura gəlib çatmısan. Bu oyun sənin üçün həyatı önəmli oyundur, vacib oyundur. Gəlmirsən, çatmısan bura. Hesab əla, hər şey əla. Birinci hissə bitir. Motivasiya var. Sən ikinci hissəyə girirsən, qutardı. Sağa sola. Vinicius başını sallayır. Topu qapı burdadır, topu vurur aya. Ümumiyyətlə ikinci hissə Real tamam. Real birinci hissədə oynadığı oyunu ikinci hissədə oynasaydı, məncə ümumiyyətlə Real birinin ikisini də qubura bilərdi. Bir epizod oldu, düzdür, Neuer xilas elədi. O epizod mənə elə Atletico-nun Barsa oyununda Ferminin epizodunu xatırlatdı. Hər ikisi çolaq kimi getdi, qapısının üstünə vurdu. Düzdür, qapıçılardan böyük reaksiya oldu, amma yenə də yəni o top ora gəlib, Mbappe sən o topu qapıçının yəni burasına vurmamalısan da, bunu atdı o bir küncə adam balası kimi qoldu. Həmçinin Barcelona oyunçusu Fermin. Yamal sənə elə bir pas verib ki, yəni Trivela və düz başıva, yəni belə deyək də, yəni orada qol vurmamaq necə bir şeydir. Mənə o həll də çatmır. Bunu astaca, bir dənə qırağa atsan qoldur. Buna ehtiyac yox idi qapıçının üstünə belə vurmağa.
Yəni beləsi şeylər klubları həqiqətən o gün Realı da mərhələdə geri saldı. Yəni mərhələni dayandırdı Çempionlar Liqasında. Barselona'da. Yəni xırda cüzi heç hakim ehtiyac yoxdur. Oyunçuların özlərinin cüzi 1-2 səhvi klubu nə qədər geri salır. Yəni çünki biz bunu gördük. Yersiz müdaxilələr çox olur. Məsələn elə Kamavingadan aşağı bu adam birinci sarı verə. Heç nədən getdi Keyni deyəsən Keyni. Yəni nə ehtiyac var ona? Orada nəyə lazımdır o epizod? Yaxşı, çox başa düşdüm. Bekar epizod idi. Tutalım ki, indi nəsə da indi ürəyin istədi getdin yıxdın. Sən bilirsən bir dənə sarı kartın var. Sən komandan bu hesabı qoruyur ki, heç olmasa penala falan nəyisə gedib, bəlkə indi udarıq da. Yəni bilim bu ekstrada falan nəsə olar penaldan da. Sən gəlirsən, səndən top istəyirlər. Öz keyfində yeriyə bulvarda gəzə-gəzə. Yəni hə, çıxartdı sarını verdi, çıx sağ ol. Ondan sonra da getdi 2 dənə qol. Hə, çünki qırmızıdan sonra Real təmiz çökdü. Yəni bu peşəkar bir futbolçu üçün bunu eləyən belə deyim də bizdə küçə futbolundan məşğul olan adam deyil. Real Madrid. Yəni sən neçə ildir peşəkar olmuşsan? Oyunçusudur. Yəni bu adam Fransa millisində oynayır. Ümumiyyətlə sizin son transferlər bizdən 5 betər, sizdə də bekara transfer ediblər. Ümumiyyətlə Kamavinganın son 3 ildə nəsə bir xeyrini görmüsüz, səndən 1-2 oyun xaric. Ya da əvvəldə də Manchester City oyununda da bir epizod oldu. Yenə də qırmızı. Əsəbləşdi nəyəsə, topu vurdu. Keçən ildə qırmızı aldı. Bir dənə də qırmızı sağ ol. Yəni bu epizodları niyə eləyirsən sən? Yaxşı, deyək ki, indi zəif tərəfin budur. Sən buna hazırlaş. Sən bilirsən ki, mənim zəif tərəfim tez, psixoloji olaraq, hə. Səbirdən tez, yəni çox səbirsizəm. Özümü idarə edə bilmirəm. Qardaş, bu oyunlara ən azından getmək istəyirəm ki, məni salma oyuna. Mən biraz özümdə ola bilmirəm. Öz belə deyim də, biraz kobud deyim də, açarımı itirirəm mən. Məni salma oyuna. Nə bilim, başqa adamı sal. Mən orada girib dağıdacam oyunu. Yəni girirsən səni ona görə salırlar ki, sən oyunu saxlayasan ki, biz gedək turu keçək. Elə sən verdin. Sən də girirsən oyuna, hə, davay, nə edə bilərik? Qırmızı alım getmək. Qırmızı da yenə deyirəm, qırmızı da qırmızı ola. Nə bilim deyəsən ki, Bavariya hücumu qola gedir, birbaşa gəldin, yıxdın, nə bilim də indi bu heç nədən qırmızı, nəyə ehtiyac var idi buna? Yəni bu bilmirəm Kamavinga nə düşünür? Bəlkə də onun vecinə deyil. Yəni düşünsək ki, amma sadəcə olaraq bir azarkeş olaraq, yəni çıxmısan ora oynayırsan, görürsən ki, Arda Güler orada nələr eləyir. İndi yəni komanda əziyyət çəkir də, yəni Arda Güler bir tərəfdən, müdafiədə yəni Rudiger, Militao, Mendy ümumiyyətlə Mendy halaldı. Çünki Olise'nin qabağında elə deyən vaxt Olise düzdür. İndi Olise Yamal müqayisəsi çox gedir, amma Olise yaşına görə daha təcrübəlidir. Amma Yamal qədər də özünü oda atıb odan çıxmağı bacaran biri deyil. Olise dünəndən biz Real'la hər iki oyunda da gördük ki, Olise sadə oyun oynayır. Yəni Olise düz oyuncudur, sadədir. Topu saxlayır, bilir ki, o vurmasa Diazı vuracaq, Diaz vurmasa Keyni vuracaq, Keyn vurmasa o Musialası vuracaq. O qədərdirlər ki, aysa çox rahatdır o cəhətdən də. Ondan başqa Olise yəni amma Olise dribling olaraq, texniki olaraq çox yaxşı bir oyunçudur. Amma Mendy həqiqətən halaldır. Son epizod xaric, yəni qol epizodu xaric, orada da artıq Real Madrid başım rağmışdı. Təmiz, yəni sökmüşdü 3-2, nə olar. O epizod xaric, qalan vaxt, yəni Olise'nin qabağında dayandı. Yəni göründüyü qədərlə dayandı. Çünki Olise'nin cinahından qol vurulmadı. Bir qolun birini Diaz vurdu, birini Keyn vurdu, biri də gücdən zərbədən oldu. Yəni heç biri Olise'nin o qurduğu, planladığı bir şeyin olmadı. Arnold'un səhvləri oldu. Arnold həqiqətən Keyn qolunda da. Arnold ümumiyyətlə müdafiəçi deyil. Yəni ümumiyyətlə onu deyəcəm ki, sən müdafiə tərəfi çox zəif. Fikir verirsən ümumiyyətlə Liverpooldan istər Barsa, istər Real Madridə kim gəlirsə, Trisməni oynaya bilmir. Liverpool hansı oyunçunu satır? Bir dənə Mascherano Suarez olub, Barsaya gəldi. O da necəsə olubsa o. Bu son pokoleniyadır. Son illərdir. Məsələn bu gəlir, elə bil özdə həmin o iki kluba, məsələn Coutinho olmasa getdi Bavariyada nəsə elədi. İndi gəlirlər Barsa Reala, yəni qardaş biz elə prosta məqsədimiz oydu ki, gələk bura, gəldik, oynadıq. İndi biz oynasa dərd yarıdır, ya ziyadəli olur. 3 oyundan bir çıxır, onda da zədələnir, çıxır gedir. Verdiyi xeyirdə bu. Mən dedim, trend indi gəldi. Nələr eləyəcək, amma trend Real üçün yəni hücuma xeyri var idi dünənki oyunda gördük ki, yəni Çempionlar Liqası oyunda xeyri var idi, amma müdafiəyə çox
əksiyi qalır. Yəni Kane epizodunda nə qədər oldu? Ondan əlavə də Diazı neçə dəfə boş buraxdı, Diaz rahat getdi. Qol epizodunda Diazı yəni boş buraxırdı. Deyəsən qol epizodunda Trend oyunda idi bildiyim qədərlə çıxmışdı beşinə. Yəni beləsi epizodda Trendin səhvləri var idi. Nə bilim, Real Barsa bu il də belə getdi. Gələn ümumiyyətlə yayda Real Barsa transfer eləməsə, biz boşu-boşuna Çempionlar Liqası ümid edirik də, yəni. Real Madriddə söhbət gəzir ki, məşqçilər korpusunda bəs bir neçə namizəd var ki, Didier Deschamps-dır, Zinedine Zidane-dır, Pochettino'dur, Scaloni'dir, bir də Klopp. Amma bunları da baxırsan ki, yəni sən heyəti dəyişməsən, yəni mən bildiyim qədərilə ümumiyyətlə heyətdə çox cüzi dəyişiklik olacaqsa, bilmirəmsə Alaban falan yollayacaqlar. Yəni Kamavinga deyiblər, Alaban deyiblər. Yəni hücum xətti yenə Vinicius dəyişməz oyunçular. Vinicius, Mbappe, Bellingham. Bunlar yenə qalacaq. Yəni bunlar yenə qalacaqsa, ümumiyyətlə bu komandaya sən elə məşqçi gətirməlisən, Guardiola kimi ki, yəni bu artıq sözünü desin. Yəni nazından oynamasın. Burada mənə Bağdadda çox xəlifə. Yəni nazından oynamasın ki, qardaş belə deyir. Yəni oynayırsan belə oyna. Məsələn Realda necə idi? Benzema Ronaldo'nun kölgəsində qalmağı qəbul edir. Onu razı idi. Yəni sən də belə olmalısan. Oynamırsansa qapı açıqdır, xoş getdin. Yəni bu nə qədər olar hər il? Yəni gəl keçən il məsələn Arsenal sərbəst vuruşlardan da, yəni o dayanan toplardan. Declan Rice. Bütün o şeydə cərimə zərbəsi lüksunu Declan Rice Realla oyunda istifadə eləmişdi. Onda qaldıq yarı yolda. İndi gəl Bavariya ilə hər şey yaxşı gedir, yenə uduz. İndi gələn ildə Bavariya olmayacaq, nə bilim düşəcək oradan Paris Saint-Germain, yenə uduz. Yəni bu yox, təbii ki, bu heyətlə mümkün deyil. Yəni bu heyətlə kim gəlsə belə, hətta belə deyim də, Barsaya baxaq. Filik, yəni Avropanın ən top baş məşqçilərindən biridir. Yəni bunu hamımız bilirik. Çünki Bavariya ilə də treble eləyib, adam hər şeyi alıb. Barselonaya 8 gol vuran baş məşqçidir. Yəni həqiqi. Amma onunla belə gördük ki, Filikdə belə nəsə əksik qalır. Düzdür, Filikin Guardiola'dan fərqi odur ki, mən ona görə həmişə deyirəm ki, Guardiola səviyyəsinə baş məşqçilərin çatmaması səbəbi odur ki, Guardiola öz prinsiplərindən keçə bilir. Məsələn, baxır ki, Arsenaldan oynayıram. Arsenalın o taktikasına uyğun bir şey qurur ki, bunu keçmək lazımdır bu yöndən. Atletico'nun oyun yadındadır. Götürdü, oturdum müdafiə, avtobus dedi, davay, gəl görək indi. Yəni bu adam məsələn Barcelona taktikasını, yəni o tik-takanı getdi Bavariyada eləmədi. Yəni düzdür, eləyə də bilməzdi, çünki oyunda biraz dəyişdi, müasirləşdirdi, biraz başqa cür oynadı. İngiltərədə də eləyə bilmədi, yəni City-də də alınmazdı. Amma belə deyim də, indi məşqçi olardı, getdilər çıxardı ki, o mən eləməyində belə oynadı. Yəni indi Filiki də başa düşdü, yəni okey bildik, keçən il offside xətti, nə bilim o taktika gördün Interdə keçmədi, heç nədən oyunu verdin. Bu il sən bilirsən Atletico Madrid yenə də indi düzdür Filiki də tam günahlandırmaq olmur, amma hardasa yəni hardasa baş məşqçi uduzur bu oyunu. Necə ki sizdə Arbeloa hardasa uduzdu, yəni, çünki səhv əvəz etmələr hər şeyi dəyişir. Simeone'nin əvəz etmələri göstərdi ki, düzgün əvəz etmədi. Çünki qol buraxmadı və o müdafiə sistemini saxladı yenə də. Yəni amma sən Rashford'u salırsan, düzdür, bəlkə də onu da qınamıram, adam da yoxdur. Amma yəni ümumiyyətlə Rashford'un orada olmağı, yəni bir adam ki Manchester Uniteddə, yəni bu Manchester United bunu istəmir. Qardaş yollayıb sən Barcelona gedib onu almısan, yaxşı eləmisən, getdin aldın. Yəni 2-3 oyun xaric ümumiyyətlə heç bir xeyir vermir. Həmin o 2-3 oyunda başqası da xeyir verə bilərdi. Yəni Atletico Madridlə cavab oyununda bu heç nə eləmədi. Yəni ki 20 dəqiqə falan 20-25 dəqiqə oyunda oldu, heç nə eləmədi. Yəni top ayağına dəydi 1-2 dəfə, o da mənim fikrimcə ümumiyyətlə İngilis oyunçular Barcelona klubuna gəlməməlidir. Nə gəlib öz karyerasını məhv eləməsinlər, nə də Barcelonanın havayla nə pulunu eləməsinlər. Laporte özü də, yəni İngilis futbolçu almamalıdır. Çünki İngilis futbolçularının ağlı yoxdur. Bunu illərdir görmüşük. Son İngilis futbolçusu, ağıllı İngilis futbolçusu Beckham olub. Yəni Beckhamdan başqa həqiqətən baxsaq, yəni o pokoleniyada belə deyək də Beckham deyəndə, yəni mən o generation nəzərdə tuturam. Lamparddı, Scholes'du. Yəni bunlar, Gerrarddı. Bunlar çox ağıllı oyunçular idi. Yarım müdafiə xətti və ağıllı oyunçular. Yenə də yarım müdafiədə bir-iki ağıllı oyunçu yetişdirir İngiltərə, amma hücumda ümumiyyətlə yetişdirmir. Yəni Kane-di necəsə olub çıxıb, onun da ki çox belə mükəmməl ağlı olsaydı, elə Avropa Kubokundan zaten bir şey alardılar. Yəni vuran ayaqdır, düzdür, amma yəni o dərəcə mükəmməl ağıllı bir oyunçu deyil. Yəni bir Barsa o sisteminin ağlı deyək də, yəni onda deyil. Rashford ümumiyyətlə Rashfordun ağlı yoxdur. Rashfordu qoysan dəli kimi qaça. Qoy mənə boş zona, elə boş qaça.
Qaçdı nə hara kimi? O Ronaldo'nun Barcelona oyunda bir epizodu var idi. Qaçdı, sonra gördü ki, stadion qurtarıb. Bu sadəcə Rashfordda həmişə olur. Qaçır, bir də görür ki, stadion yoxdur, qurtardı. Ya bu niyə baş verir? Lamine Yamal yetim qalıb orada 10 dənə oyunçu keçir, bir dənə pas vermə oyunçu yoxdur. Belə şey yoxdur. Təzə rəqibin 11 oyunçusu, müdafiədə 5 oyunçusu var. Bunun 4-ünü Yamal keçib. Normalda bir oyunçu qalmalıdır və boşda kimsə olmalıdır ki, Yamal ona pas versin. Və boşda heç kim yoxdur. Belə bir şey yoxdur. Yeganə Barcelonadır ki. Yəni amma həmin oyunda Atletico Madridin özündə müəyyən səhvlər oldu. Məsələn, bir dənə epizod oldu. Barcelona müdafiəsi mənim harda yatmışdı. Cərimə meydançasının daxilinə pas ötürüldü. Heç kim olmadı ki, o bir dənə yəni toxunsun. Alvarez'in topu da eyni şey oldu. Ümumiyyətlə 2-3 epizod var idi, şey oldu. Məsələn, bir gol vura biləcəyi epizodlar var idi, alınmadı. Atletico-nu hardasa başa düşərəm. Çünki Atletico-da sağ cinahda yeganə oynayan Simeone-dir. O da sən dediyin vəziyyətlərdə o ki, Simeone oyundan çıxmışdı. Sağ cinahda Nico Gonzalez oynayırdı, Argentinalı. O da normalda sol cinah oyunçusudur. Atmışlar sağa. Ondan sonra da sağ cinahda o dərəcə oynayan yox idi. Amma sol cinahda Lukmandı normalda. Lukman da çıxdı, vəbşi sol cinahda qaldı. Qaldı Alvarez tək, yetim özü üçün bu fırradırdı belə dəmir şorlatan zadan biraz məzələnlə mırtdaşım görüm nə qara bilirik. Sağ olsun onlar da elədilər, dən qırmızı aldırdılar. Yəni ümumiyyətlə Real Barça dediyim kimi. Gedin adam balası kimi transfer edin. Biz də adam balası kimi futbola baxaq. Biz 11 ildir dərs çəkirik. Real da təzə başlayıb belə deyəsən bizim yol gedir. 2 ildə onlar da dərs çəkir. Ümumiyyətlə 2 ildir kuboksuz, ümumiyyətlə kuboksuzsuz. O yenə əvvəl liqadan on deyirəm də, bala sizi başa düşdüyü pulunuzu alırsınız, yatırsınız. Nə verəcəksiniz? Biz azarkeşlər burada oturmuşuq səhərə kimi quruzda piv içəcək ki, görən nə olur. Yəni Real Madrid heç nə də, nə bilim. Mən keçən verilişdə demişdim ki, 4 klub gözləyirəm. Atletico Madrid keçəcək. Oradan Paris Saint-Germain. Bu ikisi keçdi, amma o Sporting məndə də yəni nəysə, o Sporting Arsenal oyunu ümumiyyətlə də, yəni ki, nə oyun oldu. Heç mən yəni baxmadım. Heç bilmirəm. Yəni 180 dəqiqəyə sən bir dənə top vur. Deməli, sizlə oturmuşuq Realın oyununa baxırıq. Bölümümüzdəki qaqaşlar, Real nazarkeşləri telefonda Sportingə baxırdı. Arada fırlayırdım, baxırdım ki, görüm nə gedir oyun. İnanırsan, elə futbol gedirdi ki. Mən ona gedirəm. Ya Arsenal Atletico oyunu Çempionlar Liqası səviyyəsində deyil. Sən necə bir klub? Məncə Avroliqadan Nottingham Forest Aston Villa oyunu daha maraqlı olacaq. Yəni məncə də, yəni o dərəcə həqiqətən əminəm. Yəni belə sən necə klubsan ki, yəni öz yerində okey deyə bilərsən ki, mən nəticəyə oynayıram. Elə nəticəyə oynamırlar axı gözbə dönüm. Bir dənə qol, bir dənə zərbə vurursan, sən qal. Və Sportingin əksinə qol vurmaq üçün şansları var idi. Qapıya zərbəsi bir dənə olsa belə neçə dənə epizod yandırdılar ki, hansı ki vura bilərdilər. Yəni mənə bu çatmır. Yəni belə çıxır ki, ya hakim sizə padarka verməlidir Arsenal, sağ olsun Leverkusen oyunda verdi penaltini. Ya küncdən zərbə olmalıdır. Pseudo, yəni başqa cür Arsenalın qol vurması mümkün deyil. İndi görək City-lə də oyunlar var. Görək liqanı da əldən versələr vəbşi. Arsenal zarkeşdə yenə başlayacaqlar. Düşünürəm ki, liqanın mənə elə gəlir ki, City gəlib çatacaq. Ya keçəcək. Onsuz da oyun şeydə öz aranda oyunu utsa City, bir dənə əlavə oyunu var. Onu da utdu, qurtardı getdi. Çatdı, avarajda da qabaqdadır. Yəni belə nə deyim. Bir dənə də oyun var idi, Paris Saint-Germain Liverpool. Yəni o da gözlərini olmuşdu. Amma məsələn mən deyirdim Liverpool heç olmasa öz stadionunda bir nəsə idi. Yəni baxdıq ki, heç orada da heç nə eləmədi. Çıxdı yalandan fırlandı. Hava etiketi zədələndi. Dünya çempionatı getdi. Yetim çox gözləyirdi, o da qaldı. Heç nə. İki keçə də buradan acil şifalar olsun. Bir 9 ay get yat. Allah şəfanı versin. 9 ay get yat. Elə yetimlər bir dənə səni müdəvə hücumçu oynadırdı. Göyə aldıqları İshak Nağardı. İshak da zədələndi, qaldı qıraqda, sən də bir qıraqdan. Hansısa mövsüm qurtarırdı. Liverpool üçün heç nə qalmayıb. Çempionlar Liqası yox. Liqada heç yerdə yox. Artıq o bir ara oldu klubdan əvvəlki dönəmçi ora qayıdıb. Yəni həmin o dönəmə qayıdır. Məsələn Çempionlar Liqasında 4-5 il əvvəl elədiyi şeylərin heç birini edə bilmir. Yəni Galatasaray ilə oyunda belə bu bir həyəcan təbir edir. Yəni sən 3 oyun oynadın Galatasaray ilə, birində uddun. Yəni o da öz yerində udmalısan da bir zəhmət ud yəni. 2 dəfə uduzdun. Yəni bu həyəcan təbir edir ki, bu Çempionlar Liqasında Liverpool başda sözü kəsirəm. Liverpool məncə son illərdə əslində top klub deyildi. Klub onu top klub göstərirdi. Klub gəldi, göstərdi ki, vaxtını istədi və göstərdi ki, mən istənilən klubu top səviyyəyə çatdıra bilərəm.
necə ki Dortmundu çatdırmışdı. Ən azı finala kimi çatdırmışdı da, yəni açıq oyuncu. Edə biləcək. Bavariyanın əlindən kubok almışdı. Yəni çempionatda. Yəni Klopp necə ki Dortmundu top klub səviyyəsinə çatdırmışdı. Həm Dortmunddan danışırdı. Liverpool da elədi. Amma Kloppdan sonra gələn Arne Slot yəni deyil də, o deyil. Yəni adam sadəcə bekara futbol oynadır. Yəni ona görə Liverpoolda artıq yenilənmə lazımdır. Baş məşqçi yenilənməlidir, heyətdə yenilənmələr lazımdır. Nə qədər istəsə Van Dijk getməlidir, Salah getməlidir. Artıq Salah onsuz da gedir bu il. Yəni, amma məncə bu il də qalmalı deyildi Salah. Yəni artıq idi. Göstərildi, hər oyun göstərir ki, Salah artıq idi. Nəm görək nə olur. Çempionlar Liqasında ümumiyyətlə dediyim kimi, o tərəf yarım finalı çox superdi. Finala bərabər bir oyun. Bavariya, yəni ideal, PSG ideal. Hər ikisi. Məncə amma Paris keçəcək. Məncə də Paris keçəcək, çünki Bavariyanın bu vəziyyətdə az qədər Real keçirdi. PSG, yəni PSG-nin o cinahlarını və laterallarını saxlamaq, yəni həm müdafiə cəhətdən, həm hücum cəhətdən. Yəni bu həqiqətən, əgər Bavariya onu saxlasa, həqiqətən Bavariya müdafiəsinə halaldır. Çünki Kvara, Dembele, bildiyim qədərlə Doué ya da Barcola ola bilər və müdafiə xəttində dünyanın bu dəqiqə ən ikili bomba cinah müdafiəçilər PSG-dədir. Hakimi və Mendes. Yəni yarım müdafiədən də söz eləməyək, sağ olsunlar. Portuqaliyanın yarım müdafiəsini çiçək kimi götürüb qoyublar özlərinə və ləzzətli Nevesdən zəyə yığıblar Vitinyanı. Məşqçi də heç də məşqçi ümumiyyətlə pikninə. Yəni adam Luis Enrique, yəni futbol son illərdə bəlkə də Guardioladan sonra futbol tarixinin gördüyü ən bomba məşqçilərdən biridir. Həm də simpatikdir da. Hə, həm də simpatikdir. Həqiqətən İnanmıram ki, heç olmaz eləz keçsin. Hə, bəlkə təklik baş məşqçilərdən hamının xoşuna gəlir. Yəni hətta hamının nifrət elədiyi PSG-yə belə adam biraz sevgi qatıb ki və hər kəs istəyir ki, cəhənnəm heç olmasa qalanlardan bir PSG çempionu olsun. Həqiqətən elə oldu. Məsələn, Paris Saint-Germain-ə Messi-dən tutmuş nə qədər oyunçu getdi, amma yəni o sevgini heç kim aşlaya bilmədi. Amma hal-hazırda gəldi. Müəyyən. Çünki Luis Enrique klubu o Money klubundan da belə pul klubundan çıxartdı. Mbappé-ni satdı, o birini satdı və getdi özü üçün həm Linlangdır, nədir onu aldı, nə bilim Vitinha belə sadə oyunçularla, yəni hansı ki potensiallı, amma sadə oyunçularla bunu elədi. Hansı ki hamının söydüyü Dembele getdi orada parladı və qızıl top. Bu ildə hələ biraz şansı var, əgər utsa və getsə dünya çempionatında qalib gəlsə. Çünki gəlməsə Yamal'la və Olise ilə dirəşə bilərlər. Əslində elə ondan dedim, bu həm 4 klubun belə şanslarına baxanda, məsələn, Paris Saint-Germain favorit görünür mənə görə. İndi düzdür, 4-ü də bura kimi gəlibsə, indi hardasa bərabər deməyək, amma yəni yaxın şanslar deyək. Paris Saint-Germain məncə daha onsuz da finala çıxsa, o biri tərəfdən indi Atletico və yaxud da ki Arsenalı məncə rahatlıqla keçər, amma Atleticoya bunu deyə bilmərəm də, yerdən Atletico Madrid gəldi tutdu. Yəni o yeganə komanda Atletico Madrid Çempionlar Liqasında. Yəni sağın bilməyəlim nə oldu. Kim olur olsun bu necə eləyib gəlib udada bilər. Hə, yəni onlar hər cür variantə stadionda nəsə eləyəcəklər və yaxud da nə azarkeşlər nəsə eləyəcək. Biraz nədə provokasiya eləyəcəklər. Nəsə eləyib rəqibi şeylə eləyib çıxacaq. O çox dünya çempionatında elə orada da iş orasıdır ki, favorit də Fransa millisidir. Yəni böyük favorit heyətinə baxanda baxırsan ki, indi İspaniya deyənlər də var. İspaniya, Portuqaliya, bu İngiltərə falan, amma hal-hazırda ən güclü, yəni Fransa millisidir. Nəzərə alsaq ki, həm Fransa millisində dünya çempionu olsa, həm də Çempionlar Liqasında PSG alsa, yəni Dembele yenə buna verməlidirlər. Dembele yəqin ki, götürəcək. Sadəcə bir nüans var. Bir dənə Yamaldan əvvəl bir şey deyim. Olise, Dembele, Mbappé 3 dənə oyunçu var. Və bunlar hər üçü, yəni Dembele də sağda oynayır, Olise də sağda oynayır, Mbappé də yəni ortada oynayır, belə deyək. Amma və hətta Doué-si var, Barcolası var. Yəni təbii ki, Fransanın heyəti çox güclüdür. Amma dünya çempionatında Deschamps birindən vaz keçib birini qaldıra biləcəkmi türklər demiş. Çünki hamısını eyni vaxtda nə oynatmaq olmur. Çünki belə deyək də, tutaq ki, Dechamps'ın beyni çöndü, Dembele iki qəqəsən otur müdafiədə, Olise ilə mən oynayıram. Və Olise o dünya çempionatında Fransanı aparsa, onda başqa cür danışa bilərik. Ne izliyorsun abi?
Konuş artık. 3.37'de alacağım. Nerede bulabilirim? Allah insanları ne için yarattı? Sen kafayı yemişsin abi. Orası da var. Mən də ona görə deyirəm ki, mən də ona görə deyirəm ki, bax o tema var. Yəni düzdür, Deşan bəlkə də deyə bilər ki, Olise sən oynayırsan, Mbappe, Dembélé-ni atıram sola, Doyeni yarım dəfə falan, Zamen zad belə. Amma məsələn Mbappe-nin tutalında qızıl top almağı real görünmür. Çünki ala bilərdi harda. Məsələn məncə Paris Saint-Germain-də qalsaydı, ümumiyyətlə Mbappe-nin Real Madrid-ə gəlməyi bu adamın artıq 28 yaşı var və bu adamın heç nə yoxdur. İndi ola bilər məsələn Ronaldo da 28 yaşdan sonra sıra aldı, dalbadal qızıl toplar aldı, amma yəni onda bir potensial, necə deyim, Mbappe-də də var potensial. Sadəcə olaraq Mbappe sanki nə istəyir onu bilmir. Yox, məncə Mbappe nə istədiyini bilir. Sadəcə egosu imkan vermir ki, o istədiyinə çatsın. Mbappe'nin egosu istəklərindən daha çoxdur. O istəyə çatmaq arzusundan daha çoxdur. O PSG-dən niyə getdi? Egosuna görə. Luis Enrique gəldi ki, qaqa, mənə lazım deyil də sən yalandan tək başına sağa vurdun, sola vurdun, bu mənə lazım deyil. Mənə komanda futbolu lazımdır. Lazım onda pası verəcəksən, lazım onda gəlib arxada müdafiə edəcəksən və Enrique sübut elədi ki, haqlıyam. Çünki üzrlü sana yenə studiyamıza zəng gəlir, yəni Enrique zəng eləyir ki, şeydir. Baş məşqçi postuna gəlmək danışıqlar gedir. Hə, bir dənə özü sahibinə hə, yəni Mbappe də nə bilim onu da Perez saxladı, getdi, aldı, gətirdi. Amma yəni bunu indi bilmirəm gələcəkdə nə olacaq. Bu yay qalacaq, qalmayacaq, gedəcək. Hələ klub buna bir qərar verməyib. Necə ola? Yenə də amma Mbappe-nin Real Madrid dövrünü mən heç də uğurlu saya bilmərəm. Yəni bunu nəinki mən, yəqin ki, mənlə razılaşar digər madridistalar ki, yəni həqiqətən uğurlu deyil. Mbappe sanki o Fransada qalsaydı, məncə o Monacoda qalsa daha böyük nələrsə eləyərdi. Yəni yenə lap cəhənnəmdə PSG-də qalardın, Luis Enrique sənin üçün eləyəcəkdi. Sadəcə Luis Enrique-nin sən də egovu bastırıb Luis Enrique-nin dediklərini oturtdurmalıydın. Mbappe-nin təbii ki, Real dövrünün uğursuz saymalıyıq. Hamı belə deyir, Real daşıyan Mbappe-dir, Mbappe Real üçün hər şey eləyir. Qaqa hər şey elədi. Əgər kubok qazananmırsa, mənası yoxdur. Yəni necə ki, belə deyim də, hamı deyir ki, ikinci yerlə üçüncü yer arasında fərq var. Birinci yer olmamısansa, ikinci, üçüncü yer tutmağın bir mənası yoxdur. Bu Çempionlar Liqasında da belədir. Bu liqada da belədir. Çünki liqada da onsuz da ikinci də tutsan, üçüncü də tutsan çempionlara gedirsən yenə. Çempionlar Liqasında da çempion olmamısansa, sənə gətirib o biri ikinci kuboku vermirlər ki, halaldır sən finala çıxmısan. Bu sənə olmaya oyun şey verdilər. Olma. Maçın adamı belə üzündən zəhrimar yağa alıb da əldə. Eyni şeydir. Yəni heç bir fərqi yoxdur. Yəni məsələn, Nara indi biz deyək ki, keçən Interə halaldır finala çıxdı. Belə bir şey yoxdur. Ya birincisən. PSG-yə halaldır, PSG çempion oldu. Yəni budur. Ya birincisən, sənin adın hər yerdə hallanır. Ya da sən mənası yoxdur. Mərhələni 4-1-də də tərk eləsən eyni şeydir. Finalda da udursan eyni şeydir. Yəni bu eyni şeydir həqiqətən. Yəni kimsə üçün deyə bilər. Məsələn hansısa bir klub olar, tutaq ki, Sporting gəl finalda udursa, okey. Sporting üçün böyük uğurdur. Çempionlar Liqasının finalına o heyət. Söhbət şeydə gedir, Real və Barsadan. Hə, yəni söhbət Real və Barsadan gedirsə, siz 4-1-də uduzdunuz. Ay nə bilim, məni komandam bura kimi daşıdığı, amma yarım finala kimi çıxartdım, amma burada uduzdum. Yəni bu boşuna söhbətlərdir. Çempion olamırsansa hava ilə danışma. Yəni orada deyim ki, Barselonada yeganə danışa biləcək adam, yəni bu son oyunlardan sonra Yamaldır, Realda da Arda Güler. Arda Güler çıxıb deyə bilər ki, qaqa nə istəyirdiniz? Vurdum da bundan artıq nə edeyim? Sadəcə olaraq yenə deyirəm, o komanda ruhu məsələn 2017 Real Madridi, həmin o belə deyim, Gareth Bale, Benzema, Ronaldo üçlüyü və yaxud da ki, sizdə 2015-də Messi, Neymar, Suarez. Düzdür, indi o heyət də yoxdur. Yəni mən qınamıram o məşqçiləri, Arbeloa olsa istəyirəm. Nə o tip oyunçular var, nə o tip. Ən azından sənin əlində də bir heyət var da. Yəni sənin əlində hansısa komandada da çəkmək istəmirəm. En sayılı bir, yəni X adlı bir komandanın heyəti yoxdur ki, Tavşanlı Linyit Spor falan deyil də. İndi səni də gətiriblər, heç olmasa bir Reala Barsaya gətiriblər ki, qardaş. Təbii ki. Nə qədər zəif olsan da, səndə var da bunlar. İndi gör nə edirsən bundan. Sən də otur, Real Madrid liqada getdi, Kral Kuboku getdi, Super Kubok getdi, Çempionlar Liqası getdi.
Hə, yaxşı. Sonra hər şey gedə-gedə etsin. Yəni sən demişə, yəni sən necə o klubların məndə oyunçu yoxdur deməyə biraz sən necə? Bax tutaq ki, oturaq Bavariya-la Realı müqayisə edək. Bax, Upamecano, Rudiger. Eyni şeydir də bu. Upamecano da yeri gələndə elə eləyir. Necə ki, keçən oyun sağ olsun, hər şey hədiyyə elədi. Rudiger daha Rudiger daha inamlıdır. O tərəfdə də Taxtdır, sizdə də Militao-dur. Aşağı-yuxarı eyni şeydir. Yəni yenə keçdik. Müdafiəsinə keçək. Sol cinahda Bavariyada da Stanches'dir. Sizin sol cinahda da Mendy'dir. Eyni şey idi. Sonradan Davis girdi. Davisdən olsa zədələnəndən sonra o karyerası demək olar çöküşdədir. Sağda da sizdə Arnold kimi müdafiəçimiz. Bunlarda da elə yenə Lanner Karl yoxsa kim oynayırdı. Bavariyanın Realdan yeganə üstün cəhəti o idi ki, Bavariya oyunçuları hücum üçlüsü paxıllıq eləmirdi və bir-birini topla rahat təmin edirdi. Sadəcə Realda Mbappe, Vinicius, Brahim Diaz heç, Brahim Diaz onsuz da bilir ki, mən orada əsas olan deyiləm, hamıya pas verirdi. Mbappe, Vinicius qadasını aldıqlarım oturdular ki, yox idi da. Mən vurmalıyam. O dedi mən vurmalıyam, bu dedi mən vurmalıyam. Yəni və burada epizodlar onda 3-cü Realın 3-cü qolunu göstərdi ki, məsələn necə oldu? Pas verdilər, Vinicius verdi, Mbappe vurdu. Yəni bunu bir dəfə eləyə bilirsənsə, deməli bunu 2 dəfə, 3 dəfə, 4 dəfə, yəni eləyə bilərsən. Bəli. Məsələ odur ki, bunu yəni yaxşı, nə etmək istəyirsən? Orda yəni insana çatmayan şey o. Biraz azarkeş kimi oturub oyunu təhlil edirsən. Oyundan sonra mən bir dəfə də oyuna baxdım. Yəni ki, bu hər şey əladır. Başlayıb birinci dəqiqədən axarda top qol oldu, özünü itirdi. Məsələn, indi ən azından o bir soyuq duş oldu Bavariya üçün. Top əla hər şey və birinci hissə vururuq, buraxırıq. Yəni bu sonra nəysə bunu saxladın, ikinci hissə yenə gəldin, heç nə yoxdur. İndi durub biz yəni sən necə? Orada artıq sən nə girir ortaya? Vinicius və Mbappe-nin egosu imkan vermədi ki, ikisi də istəyirdi ki, komandanın növbəti mərhələyə mən çıxardım. O yəni mən teması, yəni necə ki, Barselonanın oyunda Olmo'nun 2-3 epizodu var idi, hansı ki, pas versə Fermin və yaxud da Ferran boş yerdə vuracaq. Düzdür, birinin pasını verdi o ayrı, amma digər məsələn Yamalın pası var idi, Olmo sol ayaqla vurmağa cəhd edir. Olmuyor, sən sol ayaq deyilsən. Sən ümumiyyətlə solla sənin demək olar zərbən olmayıb. Sən sağ ayaq və möhtəşəm sağdan oynayırsan. Niyə də? Niyə? Sollansan, qabağında Gavi var. Gavinin arxasında Fermin var. Birinə vursan boş qapı vururlar. Yəni bu tip o egonu mən eləyim teması hər iki oyunçunu gəlir, hər iki komandanı bu vəziyyətə çıxardır. Nə bilim, ümid eləyək ki, ümid eləmək məsələsi deyil. Yəni real addımlara tamam. Real Madriddə birinci prezident dəyişməlidir. Yəni artıq bəs olub. Hər şey üçün deyir, o dünənə görə çox sağ ol, amma bu gün artıq iş lazımdır. Yəni çünki artıq 20 neçə ildir 2001, 25 ildə təxminən 25 ildir bir postda tutmusan. Real Madrid doğulanlı adamdır. Yəni başa düşdü, gətirdin, gəlişin səs-küylü oldu, Fiqonu gətirdin, Galaktikos qurdun, dağıtdın, təzədən bir də qurdun, yenə dağıtdın. Okey, hamını aldın, Zidanı aldın, Beckham gəldi, nə bilim, oradan o biri Ronaldo, Carlos, hamısı yığışdırdın, gətirdin. Amma yəni düzdür, maraqlısı da odur ki, o yığdığı heyətlə də heç nə edə bilməmişdi. Yəni Real ən böyük uğurlarını o ulduzlar olmayanda heç kimin gözləmədiklər deyil. Bu məsələn Paris Saint-Germain-də də belə olmuşdu. Hamını yığdı, gətirdi, bir uğur olmadı. Çünki yəqin ki o dövrdə də o problem olub ki, öndə olan indi baxma hamı elə bir adamlardır ki, onu sən deyə bilməsən bir nəşə, sən qardaş, keç otur zamanda. Təbii ki. Yəni o məsələ var. Onu elədi Benzema və Benzema həqiqətən də bu gün də istənilən Real Madrid azarkeşi və istənilən obyektiv bir futbola baxan futbol azarkeşi üçün hörmət olunası bir oyunçudur. Yəni yəqin sən də qatılarsan ki, Real Madriddə belə deyim, nifrət etmədiyin oyunçulardan biri Karim Benzemadır. Bəli. Yəni adam hər şeyi. Yəni çünki hər adamın hər 9 nömrənin işi deyil ki, razılaşsın ki, problem yoxdur. Mən qalıram Ronaldonun Bale-in kölgəsində, zərər yoxdur. Əsas odur ki, komanda uçsun. Çünki normalda Realda oynayan bir 9 nömrə qayıt deyərdi ki, mən Realda oynayıramsa, mən keçib o biri komandalarda vəbşi partladı bilərəm. İngilis bir dənə klubuna gedərəm, partladarım. Amma yəni Benzema bunu eləməmişdi. Benzema demişdi ki, komandamın uğuru mənim üçün böyük, daha böyük bir şeydir, daha vacibdir. Ronaldo gedəndən sonra da bu adam gördün ki, daşıdı da. Bu eyni zamanda Gareth Bale-də də oldu. Yəni adam öz işini gördü. Təzə indi sonradan zədə
imkan vermədi. Təzə gələn il yadımda deyil, Klasikoda yəni qəşəng. Dünən 12 il idi deyəsən. 2010 Bartranı keçəndən sonra 12 il idi həmin epizodu. Liverpool finalında düzdür, orada qapıçı səhvi də olub Karius, amma ora qalxmaq var. Yəni adam üstəlindən indi sonra zədə imkan vermədi ki, ondan sonra yaxşı bu heyət getdi. Sonra biz aldıq Eden Hazardı, Chelsea-dən aldıq, gətirdik. Sağ olsun 2 ay. Yəni düzdür, potensiallı oyunçudur, pis oyunçu deyildi, amma reallıq var da, indi zədə imkan vermədi. Real Madrid karyerası bitdi, ümumiyyətlə futbol karyerası yekunlaşdı. Deyibişməyə. Yəni yaxşı, sonrakı plan, B plan, C plan. İndi bu məşqçi seçimində nə bilim tutalım belə deyim də, Didier Deschamps adam neçə illərdir ki, milli məşqçisidir. Milli məşqçiliyi ilə klub məşqçiliyinin arasında, yəni çox fərq var. Yerlə göy arası fərq var. Bu adam millidə belə deyim, bir Avropa çempionatıdır, bir dünya çempionatıdır da. Yəni bunlar da ki 4 ildən bir təkrarlanan şeydir. Bu indi yoldaşlıq oyunları, eyni zamanda bu təsnifat oyunları çıxmaqla boş-boş oynayır da onsuz da çıxır. Yəni bu kluba adaptasiya prosesi var. Məsələn, Joachim Löw ümumiyyətlə Almaniya millisindən sonra hardasa oynayıb. Mən yadımda deyil bir dəqiqə o ümumiyyətlə. Yox. Yəqin ki, Joachim Löwün özü də bir uğurlu bir şey. Yəni klub başına keçə bilməzdim mən. Özdə ki, Deşamın heyəti var da əlində. Görüm Realda yoxdur axı o. Yəni ondadır Deşam. Onunla belə 2022 finalını uduzdu. Özdə kimə? Argentinaya o heyətə bax, bu heyətə bax. Yəni düzdür, Argentina məşqçisini gətirmək istəyir Real Madrid. Yenə deyirəm o. Amma Argentinanın baş məşqçisi düzdür, Argentina hər şey qazandırıb, amma əminliklə deyirəm ki, Argentina baş məşqçisi Reala gəlsə, Real azarkeşlər Realın futbolunu söyəcəklər. Bu əminəm. Çünki necə ki mən Argentina futbolunu söyürəm. Çünki Scolari bilirsən necə baş məşqçidir? Qismən Mourinho-nu xatırladır. Birini vurum. FC bəsdir. Ha 1-0, ha 5-0. Eyni şeydir. Ya nə bilim mən. Amma eləsi baş məşqçilərə ikili oyunlar sərf eləmir. Ailəsi baş məşqçilər Çempionlar Liqasında əziyyət çəkir. Amma liqada həm də Scaloni yenə deyirəm, siz Latın Amerikasından gətirib Avropa futbolu birbaşa qardaş dava girdin. Tez bu ildə mənə Çempionlar Liqası ver, ya bu olmayacaq. Bu məsələn indi Raul söhbəti də var. Yo indi Raulu məşqçi kimi gətirib Krossu onun yanına köməkçi bilmirəm nə qədər uğurlu olar. Yəni məsələn Alonso Arbeloa, yəni əfsanələri əldən keçirdilər görək şansı. Arbeloa, bəlkə də Arbeloa Alonso qalsaydı, bəlkə də bu ildə olmasa gələn nəsə eləyəcəkdi. 100% eləyəcəkdi. Mən Arbeloa da qanaya bilmirəm. Çünki adam onsuz da vəziyyətçi kimi gəlir və belə deyim onun qarşısında böyük məqsədlər də yox idi ki, ona deyilməyib ki, yəni 2 il ərzində sən gəlib nə bilim Çempionlar Liqası. Adam yəni o da istəməz ki, indi təbii ki, o da istəmir ki, uduzsun, amma yəni tam təcrübəsi də yox. Tam deyim, ümumiyyətlə Arbeloa'nın nə təcrübəsi var idi ki? Bizim Xavi sizin Arbeloa'da eyni şey. Nə tələb eləyək ki, qardaş, sən niyə bunu ala bilmədin, niyə onu eləyə bilmədin? Nə bilim, ümid edirəm ki, yaxşı olar hər şey. Belə yenə də xahiş edirik. Həm Fuad adından, həm Real azarkeşlər və Barsa azarkeşlər adından deyirik ki, qaqabi nə olar bu gedin transfer edin, biz də gün görək də, biz də bir sevinək. Adam nə qədər Çempionlar Liqasında 11 ildir, nə günümüz var, nə güzaranımız. Elə çatırıq, biri bizə göndərir, sabah getdik Kataloniyaya, bir də yataq. La Liga almaqdan indi Fuadla o gün danışırıq, Fuadın sözü olmasın. La Liganı onsuz da alırıq da biraz. Yatıb da alır. Valverde yatıb 3 dəfə aldı. Yəni mənə lazım deyil də, yəni o La Liga artıq. Nə o La Liqanın sevinci mənə artıq lazım deyil. Yəni nə qədər olar? Mən bilən La Liqanın qazanılan kubokların sayında da siz yoxsa общий kubok sayında yoxsa nəsə o Realla bərabər 36-dır o. Mən bilmirəm dəqiq. Belə bir şey. Yəni bu La Liqa artıq bizə o qədər maraqlı bir şey deyil. Ona görə də zəhmət olmasa gedin Çempionlar Liqasına alın. Qaqabə bunu bizə çılı lazımdır. Hətta yəni mən Kral kuboku, nə bilim, Hətta gic bekara. Deyə məsələn Atletico. Bax indi Atletico'nun yeganə ümidi. Biz o yandıran odur ki, bu komanda biz uddu. Gedib nə çılını alamayacaq. Həftənin şənbə günü Hüseynlə oynayır Real Sociedadla. Bəcə bədbəxt kimi onu da uzacaqlar, kuboksuz qalacaqlar. Yəni adamın yanından ona cəhənnəm istəsə bizə yol ver gedək bəlkə qazandıq da bu kuboku. Nəmin indi görək də nə olur. Düşünürəm ki, Barselona keçsəydi Arsenalı səddən aşardı və finalda gözlü yumulu. İndi bilmirəm finalda. Final nə olardı onu mən də bilmirəm, amma Arsenal göz yumulu keçərdi. Məncə Atletico da Arsenal keçəcək. Yəni mən də düşünürəm. Hə, yəni Arsenal onsuz da vəbşi bekar Atletico Madrid finalı gözləyir. Mən də Barcelona Atletico finalı gözləyirəm. PSG-də
yenə 2 il dalbadal çempion. Hələ Qorçu gələ əldə aldı 3 ildir Real yalan Madridin rekordundan şərik olmaq istəyir. yəni ya ərəblər pulu çox verib, ya da ki Luis Enrique həqiqətən kişi kimi futbol oynadır. Bu Luis Enrique hamilidir. Luis Enrique. Yəni bu necə şey bayaq şey deyirəm Aston Villa'ya baxıram deyirəm o nə qədər oturduq. Məşqçinin adı nə idi yadımdan çıxdı. Unai Emery. Unai Emery. Yəni deyirəm ki, Avroliqanı Emery alacaq. Çünki adamın alnına yazılıbdı oxumu Sevilla Villarreal falan. İndi gəlib burada da şey elə Aston Villa'ya o Aston Villa'da yata-yata həqiqətən bu. Tezə konuşmayla belə deyim. Amma Aston Villa PSG Super Kuboku yenə bomba gedər, bomba gedər. Görək də, mən istəmirəm Bavariya finala çıxsın. Mən ümumiyyətlə Bavariya o qədər nifrət edirəm ki, o cür Realla oyunda Real Madriddə dəstək olurdu mən Bavariya oyununda. Yəni o dərəcədə. Bavariya istəmirəm. Alman maşını göstərdi. Yəni maşını var. Bizim də ömrümüzə giriblər, sizin də ömrünüzə giriblər. Yenə əvvəlsiz Ronaldo vaxtı udurdunuz. Nəsə, belə bu qədər. Çıxılı söhbəti daha qıtanağaraq görək ki, indi çempion kim olar? Liqalarda nə var, nə yox, nə deyən gör nəsə yadımda düşdü. Heç nə. Bir dənə həftənin bazar günü 2 dənə bədbəxt var, City Arsenal, ikisi oynayacaqlar. Görək bu çempion kim olacaq. Bu Türkiyədə yavarara qızışdı birdən-birə. Necə oldu mən bilmirəm. Hamısı xalayır. Fenerbahçe yerə deyəsən gəlib yenə eyni editlər paylaşırlar o Diyan oyunu başlayıb bura. Rize Sporla oynayır. Hə yenə eyni editlər başlayır. Bunlar artıq Okan gəlirik. Fatih Sultan Mehmedin yenə Tedesco oyunu. İstanbulu alırıq falan feşmeşən. Hə gəlib bir dənə xal itirir. O da büyüm olacaq yenə. Biz hər dəfə veriliş çəkəndən sonra Fener qaldırır. Hə bu dəfə də eyni şey olsa yəni. Nə bilim gəlir indi adamlar oyun. Gələn həftədə şeyləri var da, derbiləri. Derbi Galatasaray Fenerbahçe. Görən o yəni qışacaq ali. Bauran qalibi Polnu çempion ola bilər. Fener onu da udub, çempion olanmazsa klubu bağlayında gedin də nə bilim ya. Belə. Nəysə. Burada yəni bizə podkastımızı da bağlamaq. Hə, biz də podkastımızı bağlama vaxtımız çatdı. Çox sağ olun. Öpürük sizləri. Futbolla qalın. Bəli, görək nə olur. Hər şey yaxşı olar. Ən azından maraqlı yarımfinallar bizi gözləyir. Yarımfinal. Yəni mən Avroliqanın yarımfinal deyirdim. Hə, Avroliqa. Aston Villa Nottingham. Deyirik ki, Arsenal da Atletico Madriddə necə deyirlər, mujik futbolu oynayır. Bizi təəccübləndirərlər də yəni. Görək. Nəysə, sağ olun. Öpürük sizləri.